خب بسم الله الرحمن الرحیم. Aziz və hörmətli danışıqlara mən salam arz edirəm. Məbəs bayramını da mən təbrik edirəm. Allah'tan çoxlu və bollu mən şakirəm ki, bu fürsəti mənə verib ta sizin kimin əziz danışıqların vaxtını alıram və Məsnəvi barəsində با همlikdə otururuq, söhbət eləyirik, danışırıq. Son Beysət bayramındayıq. Mən sizdən icazə alacağım ki, sözlərimizi bir qəzəl ilə Divan-ı Şəmsidən başlayaq. Bu qəzəl belə düşünmək olar ki, Mevlana bu qəzəli ilə Peyğəmbərin özünə deyib və ona salam deyir bu qəzəldə. Onun salam deməyini burada görəcəyik ki, nə cür Peyğəmbərə ehtiram edir. Deyir ki, əya havayı tu در جانها سلام علیک غلام میخری ارزان بها سلام علیک ایا کسی که هزاران هزار جان و روان همی کشند ز هر سو تو را سلام علیک به وقت خواندن آن نامه های خون آلود بخوان ز جانب این آشنا سلام علیک تو می خرامی و خورشید و ماه در پی تو همی دوند که ای خوش لقا سلام علیک به خاک پای تو هر دم همی کنند پیغام هزار چشم که ای توتیا سلام علیک تو تیزگوشتری از همه که هر نفست ز غیب میرسد از انبیا سلام علیک سلام خشک نباشد خصوص از شاهان هزار خلعت و هدیه است با سلام علیک چنان که کرد خداوند در شب معراج به نور مطلق بر مصطفی سلام علیک زهی سلام که دارد ز نور دنب دراز چنین بود چو کند کبریا سلام علیک گذشت این همه ای دوست ماجرا بشنو ولیک پیشتر از ماجرا سلام علیک. Mən bu qəzəli sizə təqdim elədim. Bir beyti çox gözəldir da, baxsaz. Zehi salam ki darad ز نور دنب دراز. Gör nə gözəl təşvişlədir. Deyir, bir dənə sənə salam göndərəm ki, bu salamın bir quyruğu vardır ki, uzun bir quyruğu var. Bu quyruğun hamısı nurdur. Fikr eləyin. زهی سلام که دارد ز نور دنب دراز. Bu bir nüqtə idi ki, sözlərimizi istirdik başlayaq. Mən icazə istəyəcəyim ki, çün bayram axşamıdır, Beysət barəsində də bir ba həmlikdə bir danışaq. Görəsiz ki, Mevlana nə cür bu işə baxır. Usulən Beysət bir hərəkəti olubdur ki, nə cür eləyə bilibdir, o istəyənlərdə bir eşqi yaratsın və bu eşq bir dənə böyük bir mənbə olsun, bir məxsəni olsun ki, əqilləri hərəkətə gəlsin. Bu eşqin içində bir para dostları tapılıb, yoldaşları tapılıb, səhabələri tapılıb, müridləri tapılıb ki, Peyğəmbərin şəxsiyyətinə cəzb olublar və yaşayışlarını onun cəzəbəsi ilə saman veriblər, onun təcrübələri ilə mürəttəb yaşayıblar. Mən icazə istəyəcəyim ki, ikinci nüqtəni Nəhsübədən sizə oxuyam. Soralıqda bir yol gələcəm Mevlana'nın nəzərini Məsnəvidə sizə deyəm. Nəhcü Bəlağənin
elə yaxın xutbələrində əvvəllərinə baxanda bir dənə xutbə vardı. Bu xutbədə məb'əsin fəlsəfəsinə Həzrət işarə edir. Deyir ki, əvvəldə bəhs açanda Kull Ənbiyanın məb'əsinin fəlsəfəsini deyir. Məsələn, oradan bir cümlə gətirib budur ki, Peyğəmbərlər deyir, gəldilər bu dəlillə ki, yusiru ləhum dəfainəl uqul. Bunlar gəldilər ki, əqillərin o gəncinələrini şura gəlsinlər. Bunlar ki, dinlə əqlin arasında bir ziddiyyəti yaradırlar. Onlar ki, deyirlər, din əqlin qabağında dayanır, qoymur əqillər işləsin. Həzrət bu cür baxmır. Həzrət deyir ki, siz külliyyətdə baxanda Peyğəmbərlərin hərəkətlərinə görürsünüz ki, bunlar gəliblər təməddünü bəşərinin bir para o şeyləri ki, ayaqlarını tutub, zəncirləri ki, bunların qışlarına, qollarına, zehnlərinə bağlanıb, tamamən bunlar çalışıblar ki, onları aşsınlar və hərəkət versinlər bura. Yusiru ləhum dəfainəl uqul. Bu o cümlədir. Soralıqda gələndə burada deyir ki, İnnəllâhə bəəsəl ilən bəəsəlləhu subhanəhu Muhammədən Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm ləincaz edəti. Deyir ki, Allah Muhammədi göndərdi برای اینکه قولونو عمل eləsin. خب چون قولی vermişdi xəlaiqə millətə ki, mən bir peyğəmbəri sizə göndərəcəm. در درجه اول بعثتن içində bir növ vəfadari, təəhhüd bu. İtmam nübüvvəti ta nübüvvətini tamam eləsin. Məxuzən ələn nəbiyyinə misaqıhu. Axı o birisi peyğəmbərlərdən də peyman almışdı ki, gələcəkdə bir Muhammed nami, Əhməd nami gələcəkdir. Ona da برای اینکه vəfadar olsun, neyniyibdir? Onu da görsəsin. Məşhurətən sematu. Bunun nişanələri, semat yəni əlamət, nişanə. Bunun nişanələri çox görsənir, görsəmlidir. Kərimən miladu. Bunun öz təvəllüdü, doğumu da hətta çox əziz oldu. Yəni bir ittifaqlar düşdü ki, buna neynədir? Kəramət bağışladı. O zaman ki, bizim peyğəmbərliyi gələndə əhlül ərz yevmə izin miləlül mütəfərriqə. Bunlar yer üzündə olan adamlar bir dənə dağılmış bir millətlər idilər. Əhvaun müntəşirə. Bunların istəkləri həmişə pəxş və pərakəndə idi. Bir istəkləri yox idi. Təraiq-u mütəşəddidə. Yollar çox müxtəlif idi, mütəşəddid. Beynə müşəbbihin lillahi bi xalqi. Bir qruhları var idi ki, əslən Allahı adama təşbih edirdilər. Təşbih, müşəbbihin bunlardılar, bu əfraddılar. Elə bir qapı bağlanıbdır deyir. Müşəbbihin lillahi bi xalqi. Əv mulhidin fi ismi. Bir qruhları var idilər ki, bunlar Allahın adını danırdılar əslən. Adını qəbul eləmirdilər. Əv müşirən ilə qeyri. Bir qruhlar da vardılar ki, Allah əvəzindən ayrısının tərəfinə getmişlər. Məsələn, botların, filanların, ya bir para şəxsiyyətlərin. Pəs bu beysətdə belə bir ittifaq düşdü. Fəhədahum bihi minəz-zəlalə. Salamun aleykum. Bəli, salamun aleykum. Allah bunları zəlalətdən be səmt hidayət çəhdi və apardı. Və ənqəzəhum biməkanihi minəl cəhalə. Bunları o cəhalətdən və nadançılıqdan neynədi? Nəcat verdi. Pəs beysətin bir dənə hərəkəti, bir dənə xizişi nadançılıqdan və cəhlidən milləti qurtarmaq. Sümmə ixtarə subhanəhu li Muhammedin sallallahu aleyhi və aleyhi və səlləm liqaəhu. Sonra da bu işləri ki, Peyğəmbər gördü, siz baxsaz görərsiniz ki, burada Peyğəmbərə bir dənə fonksiyon sayır Həzrət. O ibarətdir bu ki, zəlalətdən və cəhalətdən qurtarmaq. Yəni, insanları azğıntılıqdan qurtarmaq və bunları bir səmti elm və bilmək, çəhmək, bu bunun böyük bir dənə risaləti idi ki,
Sonra Həzrət bu xutbəni qutarırdı. Deyir, Allah bunu istədi, çəkdi öz yanına. Rəziyə ləhu ma ində, o şey ki öz yanındaydı, ona verdi. Əkrəməhu əndarı dünya, dünya evindən də onu bir xatirə bu şey, bu üz döndərməmişdi ona neynədi, izzət bağışladı. Fəqəbəzəhu elə kərimən və bunun canını aldı. Bu bir dənə nüşdədir. Mən təqribən bu əyyamda fürsət tapdım ki, Nəhc-ü Bəlağədə bu bəxşləri demək olar çoxlu muriddə Həzrət Peyğəmbərin barəsində sən danışır. Rabitə şəxsi və xüsusi ki bundan var idi bir bəxş. Mən onlara ələn istəmirəm, girəm. Amma çün beysət irtibatındaydı, bundan mən 2 dənəsini در واقع sizə seçmişəm. Bir də 89-cu xutbədə orada da Həzrət Cənəb beysətin barəsində danışır. Mən icazə istəyirəm, onu da oxuyam, sonra gələcəm Məsnəviyə sarı. Baxaq görək Məsnəvidə beysət nə cür bir ittifaqlarla vacih olur. Deyir ki, ərsələhu əlahin fətrətən minər-rusul. Allah deyib Peyğəmbərimizi o zaman göndərdi ki, o keçmiş Peyğəmbərlərin beysətindən çoxlu zamanlar keçmişdi. Fasilə düşmüşdür. Fasilə də görsəmli bir fasilə idi. Elə bir millət hey istəyirdi, əlin tuturdu göyə və deyirdi ki, bir munci, bir nəcat bəxşi nə zaman gələ bilər? Və tul həcətən minəl uməm. Millət çox yuxuya getmişdi. Həcət. Oyatmaq istəyirdi bunları. Bunların yoxlamağı neynəmişdi, uzanmışdı. İ'tizamən minəl fitən. Fitnələr dünyanı götürmüşdü. İntişarən minəl umur. Pis işlər dünyada yayılmışdı. Tələzzən minəl hurub. Döyüşlər çoxudur. Hər yana baxırdın, gördün, döyüş vardı. Bu qəbilə o qəbilə ilə döyüşməkdə. Əd-dünya kasifətun nur. Dünyadan nur çəkilmişdi. Zahirətul qurur. Bu dünyanın dolmuşdu hoqqabazlıqla, fırıllaqçılıqla. Qurur bu məniyyədir. Əlahine isfirarın min vərəqa. O cür olmuşdu ki, dünyanın yaprağı sap saralmışdı. Və eyasen min səmərəha. Meyvəsi qurumuşdu da. İğvirarın min maya. Suyu qurumuşdu. Qəddərəsət mənarul huda. Hidayət çıraqları köhnəlmişdi. Bir şey görsətmirdi. Zəhərət əlamur rəda. Da bu pərçəmi ki, sən fəqət görə bilirdin, uzaqdan o pərçəmlə yolu tapa biləsən, bu ölüm pərçəmi idi. Rəda be mənay ölmək, həlakət pərçəmi idi. Fəhiyyə mutəcəhhimətun ləhləhə. Bu vəziyyət ki, hidayət çırağı sönmüşdü, ölüm çırağı hər yana baxırdın, yəni ölməyə sarı gedirdi. Bu neyniydi? Həmlə gətirmişdi hamıya. Mutəcəhhimətun ləhləhə. Abisətun fi vəcə talibəhə. Hər kəs ki, bu vəziyyəti də tələb eləydi, neyniydi? Onun üzü kamilən xoşq və tond bir üzü var idi. Əbusudur der var. Bu vəziyyətin bir dən meyvəsi var idi. Səmərhə əl-fitnə. Fitnə yəni allanmaq. Bunun meyvəsi bu idi ki, hamı bu vəziyyəti allanırdı. Təamuhə əl-cifə. Bunun qəzası da laşə və murdarıdır. Şiarhə əl-xovf. Bunun libası və paltarı qorxu, desarhə əs-səyf. Və nə mənə idi? Burada şəmşir. Şəmşir, hərf əvvəl axırı neydi? Şəmşir oldu. Bu da bir para ovsafdır ki, Həzrət Nəhc-ü Bəlağədə nə mənədən şərait döran beysətdən gətirir də. Yəni bir vəziyyəti gəlmişdi qabağa ki, heç zat öz yerini tapmamışdı və Peyğəmbər در واقع gəldi ki, bu vəziyyətə neynəsin? Bir dənə saman versin. Əgər sizin quşilərinizdə məsnəvi olmuş olsa, çünki bizim bu cüzvəmizdə olmayacaqdı, mən sizdən xahiş eləyəcəm ki, quşilərinizdə 3-cü dəftəri açasınız. Bir yol. O 3-cü dəftərdə axırlarında bir dənə nağıl vardı. Ki, mən istəyirəm o nağılı sürətlə sizə oxuyam.
بله، دفتر سوم Həmzənin nağılıdır, axırlarındadır. 3420-ci beytidir. Dəftəri sevvumdur. Quşində yoxdur hocatan. Məsnəvi yoxdur. Yol. Siz bilirsiniz də, siz tapınca mən bir nağılın barəsində sizinlə danışayım, qıssa. O budur ki, biz Beysət barəsində bir dəfə də danışmışıq ki, bizim faillərimizdə var. Mən bu dəfə ayrı zaviyədən Beysətə baxıram. O budur ki, Beysətin bir dənə səmərəsi, bir dənə meyvəsi bu oldu ki, hər kəs ki, bu prosədə qərar tapırdı, hər kəs ki, در واقع پیامبری görürdü və aşiqanə buna iman gətirirdi. Bir dənə cürət və şəhaməti buna bağışlayırdı. Bu cürət və şəhamət imandan çıxırdı. Pəs istəyirəm deyəm ki, Beysətin içərisində bir növ şücaət, bir növ cəsarət və dilavəri vardı. Mevlana istəyib buna görə baxsın. Mevlana istəyir deyək ki, bir belə mütəsəvvifə və bir belə orəfa ki, be səmti eşq gediblər və eşqidə bunlar cəsarət və şücaəti tapıblar. Bunları istəyirlər bir növ vəsl eləsinlər Peyğəmbərin Beysətinədir. O gəldi bu cürəti və bu cəsarəti bağışladı ki, çox şeyləri biz ləhaz eləmə, bir mühabə getdik qabaq. Biri Həmzənin nağılıdır. Məsələn, deyirlər ki, Həmzə iman gətirməmişdən qabaq, o zaman ki, iman gətirməmişdi, cəng eləyəndə bu həmişə zireh geyinərdi, qəlxan götürərdi, şəmşir götürərdi, belə çox möhkəm gedərdi meydana. Yol. Amma vaxtı ki, Peyğəmbərə iman gətirdi, zirehi, hər şeyi, qılıncı, qəlxanı qoydu yerə, məmuli paltarla bir yol gedirdi döyüşə. Bunu Mevlana irtibat verir Beysətə. Baxın, görün, Mevlana'nın dilində biz eşidəndə necə olur. اندر آخر حمزه چون در صف شدی بی زره سرمست در غزو آمدی سینه باز و تن برهنه پیش پیش در فکندی در صف شمشیر خیش سینه باز تن برهنه بجور وارد oldu meydana. Xalq پرسیدند کی ام رسول Hamı gəldi bundan soruşdu ki, ey Peyğəmbərin əmisi, ey Huzəbr səf şəkən şah-ı fuhul, sən ki səfləri sındıranıdın, böyük bir pəhləvanıdın, نیتو لا تلقوا به ایدیکم الی təhlükə xandiz peyğam xuda. Məyər sən Quranda eşitməyibsən ki, sənə deyiblər ki, la tulqu bi eydikum ilə təhlükə. Özünüzü öz əlinizlə oda atmayın, həlakət atmayın. Bax, sən burada xodkoş eləyirsən, özü öldürürsən, zerehin yox, sənin paltarın yox. پس چرا تو خویش را در تهلکه می دراندازی چنین در معرکه özü niyə bu cür atsan bu döyüşdə həlakətə salırsan چون جوان بودی و زفت و سخت زه تو نمی رفتی سوی صف بی زره o zaman ki cavanıdın heç vaxt sən zirehsiz getməzdin döyüşə چون شدی پیر و ضعیف و منحنی پرده های لاابالی میزنی çox gözəl beytidir ha belə pərdə həmin o musiqinin zadlarıdır ha o خب لاابالی də ki eşqidir da Mevlana'nın bir təbiri əslən eşqidən laubali ərəbi kəlmədir fe'l muzaridir laubali mütəkəllim vəhdə yəni e'tina nمیکنه توجه نمیکنه اصلا من baxmanam çoyam ben laubali عشق باشد میخرد عقل آن جوید که از آن سودی برد مثنوی ناریه شد چنین شیخی گدای کو به کو عشق آمد لاابالی اتقو Məsələn, eynən bu təbiri ilə müsavi bir-birinə gətirir. Burada da ona şair.
İndi ki sən qocalıbsan, zəif olubsan, belin əyilibdir, pərdəhay laubali میزنی. eşqdən danışırsan sən. لاابالیدن لاابالی وار با تیغ و سنان مینمایی دار و گیر و امتحان. خب cəlisən şəmşirlə, ondan sonra neyzə ilə gəlsən qabağa istəyirsən özü imtihan eləyəsən. تیغ حرمت می نداند پیر را کی بود تمییز تیغ و تیر را. Bu qılış hörməti tanımaz, ehtiram tanımaz, adamı sökər tökər. زیننسق غمخوارگان بیخبر پند میدادند او را از قیر. خب بیپara adamlar ki deyir düşünmürlər Mevlana deyir. Onlar hey gəldilər buna öğüt verdilər ki sən ax bu nə işdir. İndi baxın görün Həmzə nə cavab verir. گفت حمزه چون که بودم من جوان مرگ می دیدم وداع این جهان. Mən o zaman ki cavan idim ha, fikir edim bəlkə ölüm bu dünyanın qurtuluşudur. Belə fikir edeyim. Dedim ölümlə yəni hər şey qurtuldu. سوی مردن کس به رغبت کی رود پیش اژدرها برهنه کی şəvəd. Mən dedim ki adam öz başına ölümə sarı niyə gedər? Olar mı əyləşir? Ona görə istəmirdim öləm. Çünki istəmirdim öləm ha. Hər cürə özümü bürüyürdüm. Hər cürə giyinirdim. Qılış qalxan götürürdüm ki ölümdən özümü qoruyam. Piş əjdərha berehne ki şəvəd. Əjdərha yəni ölüm. Onun qabağında bir nəfər lüt niyə gedər? Getməz yəni. İstifam inkarıdır. لیک از نور محمد من کنون نیستم این شهر فانی را زبون. Muhammedin ki nuru dəydi deyim mənə, bu beysətin ki nuru dəydi mənə, da mən bu fani dünyaya zəbun olmanam ki, xar olmanam. Onun qabağında mən əyilmənəm. Bu mənə bir cürət bağışlayıb. از برون حس لشکرگاه شاه پر همی بینم ز نور حق سپاه. Mən hər yeri, aləmin hər yerini neynirəm? Dolu görürəm sipahla burada. Bunta sepah haqqıdır. Xeymə در xeymə, tənab əndər tənab, şükr an ki kər bidarəm zəxab. Mən Allahıma şükr edirəm ki, o gəldi, mən yatmışdım, məni oyatdı. Tuğlə həcətən minəl uməm, həman sözü ki, Nəhc-i Bəlağədə Mevla Əli gətirmişdi. Yatmışdı, Peyğəmbər bundan oyatdı. Həmzə də deyir, mən yatmışdım, məni oyatdı deyir. İndi deyirəm, mən öcür baxmıram. Anke mردن پیش چشمش تهلکه است امر لا تلقو بگیرد او به دست. Bəli, o adam ki fikr eləyir ki ölmək qurtulmaqdır, o gedər o ayəni Qurandan intikhab elər ki özünüzü təhlükəyə salmayın. Amma o adam ki anke مردن پیش او شد فتح باب سار او آید مرو را در خطاب. Bu da bir dənə işarəli ayrı ayə Qurana ki deyir ki sar او الی مغفرتن من ربهم. Əgər düz oxuya bilsəm ayəni. Deyir ki anke mordən پیش او شد فتح باب, o adam ki ölümü bir dənə qapının açılması görür ki burada bir açılmağı vardı, gedər o birisi ayəyə baxar ki sar او الی مغفرتن من ربهم. Əcəl eləyin, tez olun, Allahın məğfirəti burada var. Bunun bağışlanmağı gəlir sizə sarı, bunun rızayəti gəlir. Burada siz bunu ələ gətirməlisiniz. Sari'u ayəd mərura در xitab. Baxırsınız da burada Mevlana'nın o hermenotiki baxışı da var ha Qurana. Deyir hər kəs öz bəhrəsini getsin aparsın. O ki ölümə öcür baxır getsin, o ayəni oxusun. O ki ölümə bücür baxır getsin, o ayəni oxusun. Əl-həzər ey mərg binan bar او العجل ای حشر بینان سار او الصلا ای لطف بینان افرحو البلا ای قهر بینان اطرحو. هر که یوسف دید جان کردش فدا هر که گرگش دید برگشت از هدا. Ax bir adam ki Yusufu görsə Yusufa canını qurban elər də. Hər ki gərgəş deyid برگشت از هدا. Xo'p, vəli xo'p bir adam ki Yusufun əvəzinə gedə qurdu görən, o canavarı görə, o hidayətdən uzaq düşübdür. İndi Mevlana o fəlsəfi baxışıqlarını yavaş-yavaş gətirir. Ondan da sonra varid olur irfanlara ki, mən onlara çox girməyəcəm. مرگ هر یک ای پسر هم رنگ اوست پیش دشمن دشمن و بر دوست دوست پیش ترک آینه را خوش رنگی است. Türk yəni gözəl.
Türk aynaya baxanda deyir, gözəllikdir. Piş zəngi yəni qara. O siyah pustadır. Piş zəngi ayinə həm zəngiyər. O adam aynaya baxanda da elə özünü qara görəcək. Ayna da deyir ona qara. An که می ترسی ز مرگ اندر فرار آن ز خود ترسانی ای can huşlar. Sən ölümdən qorxmusan deyir. Sən özündən qorxursan. از تو رسته است ار نکوی است در بد است ناخوش و خوش هر ضمیرت از خود است. Əgər ölüm sənə şirindir, özün şirinsən. Əgər ölüm acıdır, sən özün acısan. Onu öcür baxırsan. Gər be xari xəstəyi xod keçdi. Əgər bir tikanla sən yaralanırsan, özün tikibsən. Vər hərir o qəzdəri xod rişdi. Əbrişəm istəyəsən, yığasan, nə mənədir? Bunu da özün əkibsən. Qəz əbrişəmdir. Dəri yəni çidən. Baxçı, mütəradifdir hərir o qəz. Qəz o dudə əbrişəmdir. O kelmə əbrişəm ona işarə edir. Xob. Bu bir mövzuydu ki, Beysətin irtibatında mən sizinlə tərh eləməli idim. İndi icazə versəz, Tuti ilə Baqqalın nağılına girək ki, cüzvəsini Ay Benyamin veribdir da sizə. Bəli. Ələn ərz eləyim da. 295-ci beytə gəlməliyik. Hərf zərf آمد در او معنی چو آب بحر معنی عنده ام الکتاب. Tapdınız? Buradaq. حرف ظرف آمد در او معنی چو آب بحر معنی عنده ام الکتاب. Xob, burada təşbih işlədib də. Söz deyib bir dənə qab kimi. Məni, o sözün məni eyni bir dənə sudur ki, bir qabın içindədir. Pəs o şey ki, biz danışırıq əlan, ləfz və vacələr bir qab kimindir. Bir piyaladır, bir kasadır. Məni deyir, o sudur ki, tökülüb onun içində. Yəni, o əhəmmiyyət mənanı istəyir. İşarə eləsin, ha, Mevlana. Bəhr məni indəhu ummul kitab. Bu indəhu ummul kitab da işarədir Qur'ana işarəlikdə. O Rə'd surəsindəki 39-cu ayədə orada elə gəlib ki, yəmhullahu ma yəşa və yusbitu və indəhu ummul kitab. Allah hər nə ki istəyir, eləyə bilər onu məhv eləsin və eləyə bilər onu saxlasın. Ummul kitab da onun yanındır. Hala bu ummul kitab nə mənədir? Bir azaraq bunun barəsində bir danışacaq. Müfəssirlər ümumən mütəqiddirlər ki, ummul kitab ibarətdir o lövh-i məhfuz. Lövh-i məhfuzi ki, bizim irfanımızda ya dini maarifimizdə tərh olur. Bir dənə lövhi ki, orada hər şey yazılıbdır. Sərnivişt əfrad orada yazılıbdır. Bir tedadı mütəqiddir ki, ummul kitabın mənisi budur. Xob. Buna xob elə Əbulfütuh Razi, Fəxr Razi, bunlar ümumən bu cür baxıblar. Bilirsiniz ki, o qabaqçı beytlərdə də ki, Mevlana deydi ki, bəli, siz vaxtı mümin deyirsiniz, müminin ləfzinə baxmam, bu mənisi üstədir. Binə münafiq deyirsiniz, münafiqin ləfzinə baxmam, bu mənisi üstədir. Yavaş-yavaş gəlir o üstü sizə məni eləsin, desin ki, biri ki, vaqən mümindir, elə mümindir, yəni üstdən mümin biçilibdir. Biri ki, münafiqdir, üstdən münafiq biçilibdir. Bu, əşəri baxışıqdır, bu cür baxır. Siz niqah-ı tərbiyyəti Mevlana bu cürdür ki, biri əgər xoşbəxtidir, əzəldən xoşbəxtidir. Biri əgər bədbəxtidir, vaqən elə əzəldən bu cürdür. Xob, çün
Allah özü buyurur da, deyir ki, yəhdi mən yəşə, yüzəllə mən yəşə. Hər kim istəsə özü hidayət edir, hər kim də istəsə özü hidayət eləmir. Pəs o ki, münafiq olubdur, deyir, onu özü eləyibdir. Bu baxışığın bir dənə hüsnü vardır ki, sizi bir səmti tohid aparır. Aləmdə hər nə vardır. Şürur aləm, hamısı elə üstdən gəlir. Yaxçı, o eləyir. Bir dənə də xub bunun nəqidi var da, onda bəşərin ixtiyarı nə olacaq? Bəşər nə etməlidir? Bəşər nə qədər eləyə bilər çalışsın? Və bir belə məkatibi təlim və tərbiyə ki, istəyir adam eləsin, bunlar hara getməlidirlər? Yaxçı. Ona görə baxanda görürsünüz ki, bu elə təqribən Hafiz də bu cür baxır, Mevlana da bu cür baxır, Sədi də baxır. Xob. Pəs Ümmül Kitab biri oldu Lövh-i Məhfuz. İkinci mənisi budur ki, nə, Lövh-i Məhfuz deyil. Ümmül Kitab ibarətdir mümin insanın ürəyi, ya arifin ürəyi. Bunun ürəyi در واقع Lövh-i Məhfuz. Mevlana yavaş-yavaş gəlir bunlara da işarə eləyir ha. Çünki soralıqda şimdi baxacağıq, gələcəkdə işarə eləyəcək ki, məsələn siz necə bir şey yeyəndə ağzınızda acını tez bilirsiniz, şirini tez bilirsiniz. Məsələn qəzan yeyirsiniz, görürsünüz qəzan vəsətində bir dənə tüh gedir. Fौran bilirsiniz çəksiz eşiyə. Ya bir dənə tikan onun içində var. Fौran çəksiz eşiyə. Deyir, necə siz bunu təşxis verirsiniz? Deyir ki, müminin ürəyi də nə cürdür? Bir dənə məhəkdir, meyardır ki, eləyə bilir, təşxis versin. Yaxçını və pis sözü təşxis verir. Lövh-i Məhfuz ya Ümmül Kitabın deyir, bir dənə mənisi də o ola bilər. Bəli, dərya da. Bəhr-i məni indəhü Ümmül Kitab. Məni dəryası, dənizi onun yanında Ümmül Kitabdır. Ustad Əbbasi də burada belə buyurur. Deyir ki, hərf qabdır. Su onun mənasıdır. Beytin türkü çöndərib də. Hərf qabdır. Su onun mənasıdır. İndəhü Ümmül Kitab dəryasıdır. Bəhr-i məni. Onun dəryasıdır. Ustad, burada əlan Ustad Heydər Əbbasi hər var, orada söz yazmaq olmaz deyirlə. Bir nəzər, mənzur bir fikirdir ki, biləhsə zehnimə gəldi. Bəzən zat-sarı qarışar, ya hərfi yetirmir, yox, hərfi yetirmir. Söz ləfzi yetirə bilər, ləfzi desən. Söz soxan olur. Bəli. Amma ləfzi ərəb olur da o söz. خب بحر تلخ و بله بحر تلخ و بحر شیرین در جهان در میانشان برزخ لا یبغیان. خب سلام علیکم یا الله. بله بفرمایید. بحر تلخ و بحر شیرین در جهان در میانشان برزخ لا یبغیان. Fərqləri var da, acı dərya, şirin dərya bu aləmdə, bunların arasında bərzəxun la yəbğiyan. Bu bərzəxun la yəbğiyan işarəlik Qur'an-ı ayəyə ki, Rəhman surəsində yadınıza gəldər ki, mərəcəl bəhrən yəltəqiyan bəynəhuma bərzəxun la yəbğiyan. İki dənə dəryanı elə bir-birləri ilə rəvanlaşdırdı ki, bunlar bir-birlərinə yetişsinlər, amma dəymirlər bir-birləri ilə arası ilə fasiləsi var. Bilmirəm, təzəlikdə siz bunu internetdə də görə bildiniz ya yox. Ki, əslən tapıblar əslən ki, bu dərya elə bir Avropada bir yerdədir ki, iki dənə dərya bir-birinə qovuşan yerdə suları elə azaraxa bir-birlərinə yetişə-yetişdə biri şipşirindir, biri də acıdır. Hala bu aləmi fəqtidə ki, ola bilər ki, Qur'anın bir dənə o zaman xəbərlərindən, ayəndədən xəbər vermək, ya təbii vaqiyyətlərdən xəbər verməklərindən. Amma xub o zaman ki, bir para müfəssirlərin bunlara əllə çatmamışdı. Bunlar
fikirləşirlər ki, məsələn, bu iki dənə dərya nə ola bilər? Mənzuru bu iki dəryadan nə olur? Bəzi müfəssirlər deyiblər ki, xob, Xəlic Fars ilə Bəhr-ül-Rumdur. Şiə təfsirlərinə baxanda Əli, Fatimə, Bərzəxi peyğəmbər biliblər. Lulu o mərcan ki, orada gəlibdir. Rəhman surəsində Həsən Hüseynə təfsir eləyiblər. Əhl-i təsəvvüf bu iki dənə dəryanı küfrünə iman, qəlbinə nəfs, xovunə rəca, qəbzinə bəst, unsu heybət. Hərə bir quruh bundan inibdir, bir cür təfsir o təvil eləyiblər. Hər halda belə deməliyik ki, بحر تلخ و بحر شیرین در جهان در میانشان برزخون لا یبغیان. Aləmdə olar, görərsən ki, şirinlə acı yaxınlaşır bir-birinə, vəli xub qatışmayıbdır. Siz gəl qatmayasınız bunlar. İstəyir deyər ki, iki dənə dəniz var ki, belə olur, pəs siz bunun arasında fərq qoyun. Acı ya şirin suya taydır cahan, ortasında bərzəxun la yəbğiyan. Vangəhin hər dozə yek əsli rəvan. Baxız, gəlir vəhdəti vücuda sarı. Dər gözər zin hər do, ro dər əsli an. Bu iki dəniz ki, biri şirin, biri acıdır, bunların kökü birdir, bir yerdən axır. Dər gözər zin hər do, bunların ikisindən geç, doiyyətdən, sənəviyyətdən geç. Ro dər əsli an, bunların kökünü tap. Bunlar o kökdən nəcür qaynaqlanırlar və coşurlar, gəlirlər. İstər olsun su şirin, istər acı, kökləri birdir. Dolanma, qeyqacı, qeyqacı, qeyqacı. Qeyqacı nə mənisi nədir? Qeyqacı yəni əyri-əyri dolanmaq. Qeyqacı, qeyqacı dolanma. Düzdür, Benyamin? Xumar-xumar dolanma, bir cür işlənir. Şeirlərdə də var, türkü şeir. Qeyqacı. Kökləri birdir, dolanma qeyqacı. Yəni, sən əyri-əyri baxma bu işə. Dər gözər zinhərdir. Kökləri bir, əsliləri bunların birdir. Xub, bilirsiniz də, burada Mevlana istir desin ki, bəli, bu vəhdət-i vücudi ki, bizim ariflərimiz tərh elirlər, در həqiqət buna gəlir ki, imanla küfrün hər ikisi də bir para sifətlərdir ki, zat-ı əhədiyyətdən bunlar nəşət tapırlar. Bunlar ikisini də o paylayır. Özü deyir, Vəllahu xələqəkum və ma tə'məl. Sərih ayə Qur'anıdır da, Saffatda gəlir. Allah sizi yaradıb və o əməlləri ki, siz elirsiniz, onu da o yaradır. Pəs ola bilməz ki, deyir ki, bu əməlləri ki, siz yaradırsınız, özgəsi bunu yaradan olsun. Bizim əməllərimizin bir tedadı kafiranə ola bilər, bir tedadı müminanə ola bilər də. Bu ayə buna şahid. Xob, pəs sözün qıstası burada budur ki, zəlalət və hidayətin bir dənə qaynağı var. O da odur. Mən yuzlilillah fələ hadiyələ. Əraf surəsində. Hər kim ki, Allah onu zəlalətə saldı da o hidayət üzü görməyəcəkdir. Xob, zərr qəlb و zər نیکو در عیار بی محک هرگز ندانی ز اعتبار. Bir dənə cəli və təqəllübü qızılı, düz qızılından sən nə cür tanıya bilərsən? Bir dənə məhək olmalıdır. O məhək ki vururlar, o daş ki vururlar, o neyini bilir ki bu düzdür, bu əyridir. Xob. Hər kira در جان خدا بنهد محک مر یقین را باز داند او ز şək. Oradan tez Mevlana müntəqil olur bir dənə içəridə olan məhəkə. İnsanlar ki, içərisində deyil məhəkləri vardır, meyarları var. Bunlar çox rahatçiliklə, yəqinlə şəkki tanırlar. Da dayanmırlar. Bilirlər ki, bu işdə şəkk eləməlidirlər, bu işdə nə eləməlidirlər? Yəqin eləməlidirlər. در دهان زنده خاشاکی جهد. Buna işarə elədim də, yadınızda olsa. Angah aramat ki birunəş nəhəd. Bir dənə adamın ağzına bir tozdan, torpaqdan, tikandan, otdan girsə,
Ta onu çıxartmayınca deyir, aram olmaz bu. İnsan deyir, bücürdür. خب در هزاران لقمه یک خاشاک خورد چون در آمد حس زنده pey ببرد. 1000 dənə qəza yeri onun içində bir dənə otdan tapılanda, bir tikandan tapılanda bu fौरən neynir? Onun o diri hissi ki var içərdə, o neynir? Onu kəşf edir, onu tapır. Hissi deyəndə indi Mevlana girir hissəsən, yəni zihni o qədər bunu çəkir apar ki, istəyir hissin barəsində danışsın. Ənva hissilər, nə cür hissiləri bölə bilər, hissilər nə cür eləyə bilər aləmdə bir mənbə-i şənaxt olsun, bu zehninə gəlir. Bəli, iki cürə bizim hissimiz var. Hiss dünya nərdəban این جهان hiss dini nərdəban آسمان. Dünya hissi səni bu dünyada çəkəcək usta. Dini hissi səni göylərə aparacaq, göylərə çəkəcək. Səhhət in hiss becuyid az tabib. Sən dünya hissinin düz olmasını istəyəsən, biləsən, onu bir həkimdən və təbibdən soruşmalısan və bilməlisən. Səhhət an hiss becuyid az habib. O hissin, o dini və mənəvi hissin düzlüyünü, sağlamlığını, tapmağını Həbibdən, Məhbubdan və Allahdan sən almalısan. Oldu? Xoş, icazə versəz oxuyaq görək. Ustad Əbbasi burada nə buyurur? Deyir, zərr qəlb و zər نیکو در عیار بی محک هرگز ندانیز اعتبار qızılın yaxşı pisin anlar məhək olmasa əldə məhək zaydır əmək. Əmək yəni əməl da deməli, əmək zaydır, yəni bihudədir də, məhək gərək olsun da. Hər ki را در جان خدا بنهد محک مر یقین را بازداند او ز شک olsa canda Həzrəti Həqdən məhək şək yəqini oğlayıb qurmaz şələk. Bu adam da hoqqabazlıq eləməyəcəkdir. Çünki içəridə məhəki var, bu yəqinə sarı gedəcək. Şək yəqini oğlayıb qurmaz şələk. Yəni şək yəqini toğlamayacaq, ələ gətirməyəcək, allatmayacaq. Qurmaz şələk. Da kələk qurmaz. در دهان زنده خاشاکی جهد آنگه آرامد که بیرونش نهد. Ağzına bir çöp atılsa bilmədən olmasan rahat onu gəyirmədən. Belə gəlib də mən. Gəyirmədən olmuyor. Qaflandı da, vəli gəyirmədən olur da. Zəban meyyarımızda, danışığımızda gəyirmədən. Düzdür? Ta gəyirməyəsən, sən rahat olmursan ki, o çöp səndən çıxır. در هزاران لقمه یک خاشاک خورد چون در آمد حس زنده pey ببرد. Yeməli zadlarda bir çöp gizlənir. Dirinin hissi ilə lakin izlənir. Dini hisslər oldu uqba. Bəli. Dini hisslər oldu uqba dirsəyi. Hiss dünya nərdəban این جهان. Nərdiban dirsək. Dini hisslər oldu uqba dirsəyi. Dünya hissi oldu dünya dirsəyi. Bu hissin axsarlığın anlar təbib. Axsarlığın, sağlamlığın anlar təbib. O hissin axsarlığın anlar həbib. Da ki, o beytin tərcümə. Məhək kələməsi də ki, Hafizin şeirlərində də işlənib də ki, nə deyir Hafiz? Deyir ki, xoş بود گر məhəki təcrübə ayəd be miyan ta siyah رو şəvəd hər ki dəru
قش باشد. Bir dənə Mütənabbinin qəşəng şeiri var. Onu oxuram, siz görün ki, bu nə qədər. Çünki Mevlana özü Mütənabbidən də mütəəssir idi. Ola bilər ki, bu hissi, bu zaiqəni ondan alsın bu təbiri. Şeir bu cürdür. Deyir, mən yəku zafəmin murrin məriz. Hər kimi ki, ağzını xoş olsa, ağzı məriz olsa əslən. Yəcid murrən bihilma əz-zolal. Saf suyu bunu inəyəcəkdir, acı dadacaqdır. Olur da görsün, məsələn, bizlərə soğuqda necə yeməli qəzəcətirik, heç dadını bilmirik. Bu həman o sihhət-i hissidir. O hiss neyniyibdir? Təvazunu və taadülü dəbdir bir-birinə. Xob, istir Mevlana burada bizə bir növ məhəki təmyiz versin, bir növ məhəki təşxis versin bizə ki, bizə bir huşlar versin ki, yoldaşlar, içərinizdə olan hissizi deyil, qoymayın, xoşlasın. Həmişə bunu oyaq saxlayın. Çünki oyaq saxlasaz, bu neynəyəcəkdir? Bu sizi köməkli eləyəcəkdir ki, rahatçilikdə çox şeyləri bir-birinizdən neynəyəsiniz? Ayırasınız. Bu həmandır ki, Hafız da buna işarə eləyib. Deyir ki, insanın o hissi bir para qərəzlərə, mərəzlərə qatışsa, eləyənməyəcəkdir ki, ovucu tutsun, eləyənməyəcək, təşxis versin. Baxın o şeirlərinə deyir ki, بعزم مرحله عشق پیش نه قدم عشق خاطر bir qədəm göt ki sudha کنی ار این سفر توانی کرد bu səfər eləsən çox qazanc ələ gətirəsən تو که از سرای طبیعت نمی روی برون کجا به کوی طریقت گذر توانی کرد sən ki təbiətdən özü çəkənmisən üstə təriqətə nə cür qol qoyacaqsan, ayaq qoyacaqsan جمال یار ندارد نقاب و پرده ولی غبار ره بنشان تا نظر توانی کرد. Axı onun qiyafəsi, onun gözəlliyinin bir hicabı yoxdur, bir pərdəsi yoxdur ki, sən fəqət öz gözündən o toz toprağı təmizləməlisən ki, ona baxasan. ولی تو تا لب معشوق و جام می خواهی طمع مدار که کار دگر توانی کرد. Axı sən bağlısan da bir para şeylərə, onlardan təli üzməyəsən, ayrı şeylər sənin səmtivə gəlməyəcəkdir. Xob, صحت این حس ز معموری تن صحت آن حس ز ویرانی بدن. Baxırsınız, görürsünüz nə meyarlar verir da sizə. Hansı hiss sağlamlığını biz bədənin salim olmağında görəcək. Hansı hissidir? Üstə dedi də, hissi dünya. Yaxçı, dünya nə bir mənayı dünyadır ha? Onu cəhsiz biləsiniz. Mənzur o hissidir ki, qərəzهای nəfsaniyə üz gətirir. İnsanın nəfsi istəyən şeylərə üz gətirir. Mevlana bunun adını qoyur. Hissi dünya. Yaxçı. پس حس دینی نمانده حس دینی همان حس باطنdir ki insanı به سمت خیر به سمت سعادت çəkir nəfsin təpəsindən çalır deyirsən dinməlisən o yerə mən ayrı şeylər istəyirəm mənzuru hissi dinidən də mənzuru budur nə به معنای bu mətalibi ki kitabay dində gəlibdir mənzuru o deyir خب صحت این حس مأموریتن dünya hissini sən istəyəsən salim saxlayasan, bəli, bədəni məmuriyyətən, bədənin qoy abad olsun, göçək ol, gözəl ol, filan elə, bundandır. Səhhət an hiss, təxrib bədən, sən bədəni yıxasan, bədəni əzəsən, bədəni və biraz riyazət verəsən, hissediyini neynəyəcəkdir? O, getdikcə açılışacaqdır. Getdikcə, demək olar, inkişaf tapacaq. Xob, indi mən bəli də, bədəndən mənzur o ola bilər. Müntəha mən burada alən sizə deyəcəm də, təxrib bədən Mevlana mənzuru burada nə mənədir. Amma istəyək biz ona varid olaq. Mən icazə istəyirəm ki, bu sufilərin təlimlərini və sözlərini biz eləyə bilərik 3 yerə bölək. Siz baxsaz o sufiyə kitablarına və irfani kitablarına
Məsələn, Təzkirətül Əvliyaya Əttarə baxasınız və çoxlu kitablar ki, bu mövzuda yazılıbdır. Eləyə bilərsiniz bu sufiyənin təalimini 3 dəstəyə böləsiz. Yaxşı. Birinci dəstə onlardılar ki, bu mətalib ki, siz onlardan eşidirsiniz, görürsünüz ki, bəli, bunlar çox sadədirlər, özləri də faydalıdırlar. Demək olar ki, elə mütəvəssit adamlar da bu cümlələri deyə bilərlər də. Bir dəstə bu cür. Birinci dəstə. İkinci dəstə onlardılar ki, bunlar çox sözləri bihudədir, əqlə yerləşməyən sözlərdir, əql onları qəbul eləməyəndirlər, gəl əqlin qabağında oturur, bunlar da ikinci dəstədir. Üçüncüsü budular ki, allegorikaldırlar. Allegorikal, yəni bunlar istiarədirlər. Rəmzlə və nimadla bunlar danışıblar. Hər qıssa, düşüncəklər onlara əl tapmayacaqlar. İndi bunların hərəsində 2 dənə sizə misal oxuyuram. Birinci dəstədən. Onlar ki, sadədirlər. Məsələn, çox rahat sözlərini anlamaq olar budur. Məsələn, Əbu Səid Əbulxeyr deyir ki, Xudayət azad afərید, azad baş. Allah səni azad yaradıb, sən də azad olsun. Ya gənə Əbu Səiddən belə gəlir ki, bəndə-i ani ki, در بند ani. O şeyin bəndindəsən ki, hər şeyin ki bəndindəsən, onun bəndəsisən. Yaxşı. Məcnun ra pursidənd, bu da Kəşfül Əsrarda gəlib. Bizim bir dənə irfani kitablardır. Məcnun ra pursidənd ki, Əbu Bəkr faziltər ya Ömər. Bundan hansı fazildir? Gofت Leyla nikutər. Bunun cavabı. Əslən, sualın yeri dəyir. Burada Leyla bunların hamısından yaxçıdır. Xub, bu sadə bəxşidir. İndi gəlin o sözləri ki, bəzən küfriyyata qaçışır. Yaxçı. Məsələn, baxın, görün ki, Əbu Səid Əbulxeyrdən gənə bu nəql olub. Deyir ki, La cöbbəti illəllah. Mənim xirqəmin altında Allahdan əlavə heç zat yoxdur. Xirqə o şey giyirlərdir. Gəllə soruşurlar Allah harda tapaq deyə hər nə var bunun altındadır. Bunu düşünmək ya bəzi. Qabili. Ya həman sözü ki, Bayəziddən nəql. Subhani ma əzəməşən. Xudaya, mən nə yek adamam, nə qəd böyük adamam. Mənim böyüklüyümə bir kəs satanmaz burada. Və həm az o nəql میکنند. Bunu da Təzkirətül Əvliyada gətirirlər. Bayəziddən də. روزی به گورستان جهودان برگذشت و گفت. Deyir, Yəhudilərin qəbristanına getdi. Oradan keçəndə dedi, Quruhi məzurənd. Bunlar məzurdular. Üzürləri vardı. Be گورستان مسلمین برگذشت و گفت گروهی مغرورند. گروهی یعنی به معنای دسته ای دا bunlar. نه اینکه یک گروه. نه همه گروه. منظور burada. Deyir, xop, bunlar nə mənədirlər? Bəzi sözlərdirlər ki, küfriyyata yaxınlaşır bundan sözlər. Yaxçı, müsəlmanları məğrur gördü. Yəhudilər məzur gördü. Deyir, bəzi bunların sözlərinin içində, xop, onlar üçün bədamuzlər var. İşarə elədim, əqlin qabağında dayanır məsələn. Deyir ki, گویند روزی جناب تذکرة الاولیاء گویند روزی محمد ابن خفیف شیرازی مرقع از سر بیرون کشید. O şey ki koymuştu başına deyip başından bizi çəkdi buna. Tən او پر از جنبنده بود هر یک چند مورچه‌ای. Başı dolmuşdu börböcüylə, qarış-qazat, hamısı başındaydı. Bunlarla məsələn işi yox idi, deyildi ki, qoyunlar. Ruziləri oradadır, məsələn, orada yesinlər. Ya məsələn Şeblidən elə təzkirə gətiribdir. O ki, əqlə sığışmır, ha, istəyirəm deyəm. Yəni, irfanın amuzələri hər hal bir tedadı gəlib, əqlin qabağında dayanır onlar.
نقل است که یک بار به سنگ پای او بشکستند. شبلinin ayağını daşla vurdular, kırdılar. Her قطره‌ای که از وی بر زمین می چکید نقش الله می شد. Her qancı düşürdü yerə Allah'a yerdə deyə yazırdı. Ya məsələn əcib bundan bir tədaddandan ki mən burada gətirmişəm. Deyir ki bunu o zaman məcəllə-i Soxan gətiribdi. Mənbəsi oradadır. Deyir Mevlana Muhammed meczub گربه‌خور bir de arifmiş, sufiymiş o zaman. Bunun əslən eşqi pişik yeməkmiş. Deyim onu gətirək burada. Danışqamızın servisi nəzər. Mevlana Muhammed meczub گربه‌خور وقتی در قلوای جذبه قلوا یعنی گرماگرم o işin istisində o halət cəzəbiyyə ki deyir getmişdi. Qurbe-i az پیش وی می گذشته. Bu qabağından bir pişik keçəndə an را گرفته و یک بار فرو برده است. Elə bir dəfə tutub bir dəfə nə deyir bunu yedi. Xərq adət az vey بسیار سر میزده است. Bu cür bir xərq adət işləri bu deyir çox görərdi. Xoş. Pəs görürsüz də bunlar nə mənədirlər? Bir para misallarıdırlar ki mən sizə gətirdim. Amma حلاج هم بود که میگفت من خودم دیگه درسته حلاج بود میگفت من خودم آره انالحق میگفت من حقم. آره اون در دسته همون سخنانی است که تحت عنوان شطحیات هست، سخنان کفرآمیز در داخل اونها جا میگیره. خب bilirsiniz bir də bizim Qəsəs surəsində gəlib bir ayə gəlibdir. Təqribən çox şeyləri bizə aydınlaşdırıb burada. Baxın mən onu oxuram sizə. Benoy bu Mevlana və bu bizlərə də bir cavab daha verir. Ki xarabiyə tən mənzuru nə mənədir? La tənsə nəsibəkə minəd dünya. Bu ayə Quran. Dünyadan deysən öz bəhrəvi heç vaxt yaddan çıxartma. Sən dünyadan öz bəhrəvi, öz ləzzəti aparmalısan. Yaxşı. Bu sərih Quranın sözüdür. Xoş, indi vaxtı Quran bu cür buyurur ki, sən öz bəhrəvi dünyadan aparmalısan, bu dünyanın mənası nə ola bilər buna? Mevlana deyir, bəli, mən sizə elə məni edirəm. O şey ki, məlamət olunubdur, sizə deyilib ki, dünya pisdir və ona üz gətirməyin, ibarətdir bir para ləhzələr, an, o ləhzələri ki, siz məbuddan və məhbubdan qiflət eləyirsiniz, bəli, siz onda dünyadasınız. Deyir, ona həmlə gətiriblər. چیست دنیا از خدا غافل بودن نیق قماش و نقره و میزان و زن. Əslən dünya bu da ki, siz fikirləyirsiniz, pul yığmaq, ondan sonra xanvadə, ailə təşkil vermək, ev olmaq, maşın almaq, bunlar deyir cüzü dünyada, bunlar cüzü zəruriyyatdır sən eləyir. Vəli o şey ki, həmlə gətirilir mütun-i dinidə və Quranda ki, sən dünya çox təvəccüh eləmə, üz gətirmə, mənzuru budur ki, o ləhsə sən məbuddan və məhbubdan qiflət eləmə. Əslən, mənisi budur. Və əgər də sən mal dalısıca gedirsən, bu hədis Peyğəmbərdən, Ne'məl malu salih lirrəcül salih. Yaxçı mal nə yaxçıdır, yaxçı kişi üçün. Yaxçı mal nə yaxçıdır, yaxçı kişi üçün. Mevlana da gətir. Mal را گر بهر din باشی همول. Əgər malı sən deyir, Allah yolunda xərcləyəsən, Ne'mə malun salihun goftan Rəsul. Buna elə orada Peyğəmbər ona görə deyibdir. Ab در کشتی هلاک کشتی است. Ab əndər zir کشتی پشتی است. Suyu doldurasan gəminin içinə onu yıxacaq. Su gəminin altından inəyəcək, onu itələyəcəkdir. Gör nə gözəl sərvətdən təbiri var. Sərvətə deyə öcür baxın. Siz olun gəmi, sərvət olsun su. Sizi itələsin, sizi qabağa salsın. Məgər Xədicənin sərvəti Peyğəmbər kimin adamı qabağa salmır? Deyir, bəli, salır qabağa. Burada da öcürdür. Qoymayın o sizi minsin. Minsə deyə sizi yıxacaqdır. چون که مال و ملک را از دل براند
زان سلیمان خویش جز مسکین نخواند. خب پس ay xaki təxrib bədəndə burada bizim bir dənə də təfavüt yaratmalıyıq. Bir dənə fəqr Muhammədi var, bir dənə fəqr İsəvi var. Yaxşı. Bu fəqr Muhammədidə tərəhhüb yoxdur, ruhbaniyyət yoxdur. Hətta çellənişini yoxdur o cür işi. Məsələn, Yahudiyyətdə var idi. Məsələn, Musa zad gedirdi. Əhval Mevlana'nın özündə də məsələn çellənişini yoxdur ki, sən bədəni əziyyətə salasan. Çünki Mevlana bir şəxs idi ki, xanımı var idi, uşağı var idi, müriddə var idi, deyirdi, gülürdü, bazarda rəqs elirdi, səma elirdi, minbərə çıxırdı, yaxçı. Bu cür bir fərd əslən fürsət verməzlər ki, bu çellənişiniyə getsin. Şəms-i Təbrizinin də əhvalında gəlib ki, əslən çellənişini ilə elə bir arası 40 gün gedirdilər, otururdular, ha, çellə, yəni çehil ruz. Buna 40 gün gedib bir yerdə otururdular, bir para şeylər özlərinə təhrim edirdilər. İndi də var da bizim, elə İranda da dolansaz bir para xanqahlarda ya bir para firqə-i zətdə, sufilərdə bəli, vardı. Xob. 5-6 beyti də oxuyaq, qutaraq da icazə versəz. Rah can mər cism را ویران کند بعد از آن ویرانی آبادان کند. Axı Mevlana'nın təhlili budur bu. Deyir ki, ta zaman ki siz bir yeri yıxmasasa, orada bir şey düzəldənməyəz. Gəh yıxasız var. Necə ki, tərəfgər bir dənə köhnə saxtımanı şəhərdə tapır, məsələn, kolənci bir yeri tapır, yıxır, bir borcu düzəldir. Mevlana deyir, sizin öz bədəninizdə, öz nəfsinizdə də bu cürdür. Gəh bir para şeylər yıxasız ki, onun içində yaxçı şeyləri neynəyəsiniz, becərdə biləsiniz, gövərdə biləsiniz. Etikafla. Etikaf bir quşədə oturmaqdır, در həqiqət. İndi əlbəttə ki, haləti ayini tapıb da, cəm edir. Məsələn, bir cəm igir, bir məsciddə oturur, niyayiş elirlər orada. Müntə çellənişini umumən bir sürətə fərdi olurdu. Məsələn, tərəf geydi bir zağada, gördün, 40 gün özünü bir para şeylərə məhrum eləydi. Məsələn, ət yemirdi, çörək yemirdi, su ilə, xurma ilə məsələn qalırdı. Bu cür bir işlər görür. Əlbəttə bizim varımız da çellənişini yoxumuzdur. Bir para mutunda vardı ki, əgər hər kəs bir para şeyləri 40 gün özünə məhrum eləyə özünü onlardan, buna bənzər bir rivayətləri vardı ki, 40 gün bir para şeylər özünə məhrum eləsə, çeşməhay hikmət onun dilinə cari olar. Yəni, bu gəlibdir. Bu mütəfavitdir bu o çellənişinidir ki, təsəvvüfdə gəlir. Can? Çellənişini gəlib ki, məsələn, bir yerdə xəlvət idi. Alan o dəyişir. Aha, məsələn, nəcr olur? Məsələn, bir çellənişini, məsələn, yine təhsil əfrarı nafəsənd oluyor. Yəni, təmbihi nəfs olur. Bəli. O dəyişir. bəli. Çox yaxşı. خب راه جان مر جسم را ویران کند بعد از آن ویرانی آبادان کند. Bu rah canın barəsində danışmalıyıq ha. Amma şayət saxlayaq gələn gələsiyə çoxlu söhbət var ki, rah can əslən mənisi yəni mənə. Can yolu cismi viran eləyəcək. O viranlıqdan sonra onu abad eləyəcək. Kərd viran xanه بهر گنج زر و از همان گنجش کند معمورتر. معمورتر یعنی آبادتر. Yaxşı. Deyə elə ki bunu dağın elədi, elə ki bunu yıxdı bu evi. Buna görə yıxır ki o xarabədə qızıl tapsın. Qızıl xarabədə olar da. Deyə abadançılıqda olmaz. İçərindən sən o qızıl istəyəsən, çəkəsən eşiyə, gərək neyəsən? و از همان گنجش کند معمورتر.
o gəncinin ki tapasdan içərindən içəriyə abad eləyəsən. آب را ببرید و جو را پاک کرد بعد از آن در جو روان کرد آب خرد. آب خرد یعنی آب زلال، təmiz suyu. O suyun kəsdi qabağını, bu arxı təmizlədi, soralıqdan neynədi, təmiz suyu neynədi, ötürdü ora. Təşbihlərə baxın da deyir. Görürsünüz belə çox gözəldir. پوست را بشکافت و پیکان را کشید. ox yeyibsən. Oxu deyir çəkməyə eşiyə, dərini gəlib bir çıraq burada. Ta oxu çəkək eşiyə. پوست را بشکافت و پیکان را کشید. پوست تازه بعد از آنش بردمید. Elə ki biz bu oxu çəkdik eşiyə, buradan yeni bir dəri gövərəcək, necə bitəcək. قلعه ویران کرد و از کافر ستد. Bir qələni deyim, müminlər neynirlər? Həmlə aparırlar, kafirlərdən tutub alırlar, dağıdırlar deyə o qələni. بعد از آن برساختش صد برج و صد. O qələdə deyə neynirlər bunlar? 100 dənə borcudan filandan zaddan düzəldirlər. Rah canın bir kiçik mənisi, yəni mücahidət. Yəni nəfsinə peykar eləmək, mübarizə eləmək də bir mənisi. Xoş. Buyurur ki, can yolu rah can, can yolu cismin evin bərbad edər. Can yolu cismin evin bərbad edər. Şumladar sondan dönər abad edər. Ay xaşı, şumladar, görürsünüz də nə kələmələşən. Şumlatma harada deyərik biz? Məsələn, soxlayan torpaq, o laqdan yenir ha? Şumluyubdur, bəli. Ya bir torpağı ki, məsələn, su gəlibdir, atdan geçib ora, üzü görsənmir. Bəli, elə əyağı qoyan kimi gördün, şumladı getdi də. خب کرد ویران خانه بهر گنج زر گنج خاطر یخت تن گم خانسین و از همان گنجش کند معمورتر تیخت گنجیله çönül کاشانسین. Çönül قلب. قلب xanəsini neynədi? Abad elədi. Ustad, əslində bu gönül ya könül. Bu, əlbəttə mənim bir yoldaşım var, onun üstündə təhqiqləmişdi. Xoş. O kamil təhqiqat mənlərində də demişdim mənə yolluya, ispat eləmişdi. Bizim necə göl deyirik ha? Göylün də yeri qəlbidə ha? Bəli, ondan olur. Könüldür. O, bilmədim, o Qorcestan deyir, doların ləhcəsində könül deyirlər, onların türklərində. Oradan bizim ağzımıza çıxdı, elə bir yol dəb düşüb ki, çı deyir. Olar. Çox yaxşı. Gönül əsası. آب را ببرید و جو را پاک کرد سو yolun kəsdi arıtsın bəstərin بعد از آن در جو روان کرد آب خرد açdı su axırda Kevserdən sərin. Açdı su axırda yəni nəhayətdə də ya yox. Ya axırda ya axır cərəyan rəvan. Siz deyin də onu. Axırda rəvan olur ki. O cür. Olar da. Axırda olanda bir şeydən o şeirin biraz yox. Su yolun kəsdi arıtsın bəstərin açdı su axırda Kevserdən sərin. Ya axırda. Axırda o su soyuq olur. Axırdadır. Bərdəzən deyib ki, Kevserdən sərin suyu açsın gəlsin də. Bu mənsi. Kevserdən sərin su açdı. Açdı, bu olacaq. Axırda da, yəni sərəncam da, nəhayət.
düzdür, o olacaq da. خب پوست را بشکافت و پیکان را کشید درنی yardı hakimin elleri پوست تازه بعد از آنش بردمید bitti üstünde onun sağlam deri salimdi قلعه ویران کرد و از کافر ستد گنجده ویران qalarlar qəl'ələr tikilər üstündə ali tihmələr gözəl deyir hə? Bəli, Məsnəvinin ayrı yerində də var da deyir ki خانه برکن که از عقیق این یمن 100,000 خانه شاید ساختن گنج زیر خانه است و چاره نیست از خرابی خانه مندیش و مایست که 1000 خانه از یک نقد گنج توان عمارت کرد بی تکلیف و رنج عاقبت این خانه خود ویران شود گنج از زیرش یقین عریان شود پاردوزی میکنی در این دکان زیر این دکان تو گنج روان بله جدا خب bu təşbih ki در حقیقت siz cismi bir dənə qələ kimi görəsiz və bu qələni mühafizləri əql ola və ruh ola ki silahlarla bunun qabağında dayanalar nəzərə gəlir ki Mevlana bu təşbihi Qəzzalidən alıbdır. Mən icazə istəyirəm bunu oxuyam və qutaram da. Deyir ki اعلم ان البدن کالمدنیه bu Qəzzalinin əsərləridir. Bilginən ki bədən eyni bir şəhər kimidir. Fikir eləyin alın zehninizdə tərsim eləyin ki bizim bədənimiz eyni bir dənə şəhər. Vəl əqlu kəlmələkin mudəbbirin ləhu. Əql onun şahıdır. Bədənimizdə, bizim içərimizdə əql şahid. النفس الاماره بالسوء التي هي الشهوه والغضب كعدوین bu nəfs əmmarə ki gənə bizim içərimizdədir ibarətdir şəhvət və qəzəb deyini bir düşmən kimi buna həmlə gətirir bu şəhrə həmlə gətirir yunazi'uhu fi məmləkəti burada bir cəngi düşübdür yəs'a fi ihlak rəiyyəti istəyir o bədəni ayaqdan salsın fəin huvə cahidə əduvvə əgər o əqil gələ o düşmənlə mücahidət eləyə həzəməhu onu şikəst verə qəhərəhu onu در واقع uzaq sala hamud əsəruhu izə adə iləl həzər bəli bu şəhər neynəyəcəkdir mədəniyyətin üzünü görəcəkdir və sağlamlığın üzünü görəcəkdir xub mən icazə istəyirəm ki inşallah bu baqqalla Tutinin nağılı inşallah gələn cələsə də axıra yetişəcəkdir qutaracaq inşallah Nəxciran nağılına varid olaq ki, o gözəl nağıllardandır Məsnəvidə. Və sallallahu alə və seyyidina Muhammedin və alihi əcməin. Səlam. Sağ olasın. Bir dənə Benyamin bir şer oxusun da. Şer oxuyacaq. بعد یه دوستان فرمودن یه فایلی داشتیم تو لپتاپ دیگه خدایان روی زمین دوستان گفتن امکانش هست فلش دارم که براشون دیگرم نیستیم Ustad bu şeiri bayramda yazmış. Hamısın sabah ilə bayram idi. Tən salətindədir. Oxu. Keçən zaman yaman xoşuydu damma Keçən zaman yaman xoşuydu damma, yanmağının faydası yoxdur, yanma.
Yalan deyir ucuzluqdur, inanma. Bax indi göylərdə gəzir yer alma. Min tümənə day heç nə almaq olmur, ay cəmaət çətindir qalmaq olmur. Daha bilmirəm kimə dad eyləyək, kimə deyib kimə fəryad eyləyək. Bu vəziyyətdə kimi yad eyləyək, pılsızlıqdır nə cür şad eyləyək. Əyləş evində yada salmaq olmur, ay cəmaət çətindir qalmaq olmur. Qədim bayramıdır, hər şey alardıq, hamını dindirib yada salardıq, gedib əmi dayı gildə qalardıq, neçə həftə oxuyub da çalardıq. İndi ağlayır, hamı çalmaq olmur, ay cəmaət çətindir qalmaq olmur. Kasıbçılıq yaman bağrımı yarıb, adam da var yeyib içib qızarıb, çoxları da aclığından bozarıb. Bu da deyir, niyə rəngin ağarıb, bağışla day sevgi saralmaq olmur. Ay cəmaət çətindir qalmaq. از شماها کسی هست شعری بخونه؟ هست اگر هست اگر نه تموم. بدون آمادگی اومدم. یا ما کاملا بدون آمادگی اومدیم. سوال بدون یه تو کاری الان شروع